Salam əziz dostlar. Bu ağır, çətin günlərdə bizim diqqətimizdə Güney və Güneydəki bizim soydaşlarımız, xalqımızdır. Təbii ki, ona görə bütün mövzular, bütün diqqətimiz ora yönəlib. Bu gün də bizim həmsöhbətimiz Güneyli soydaşımız Elnur Mərəndidir, İngiltərədə yaşayan Güneyli fəal. Xoş gördük Elnur bəy, salamlayıram sizi. Salamlar, sizi çox xoş gördük Elmir bəy. Mən də sizi və sizin simanızda bütün izləyicilərinizi salamlayıram. Buyurun, sizinləyim. Minnətdaram. Sağ Elnur olun. bəy, yəni təqdimata ehtiyac yoxdur. Nələr baş verir? İsraillə İranın arasında artıq 7-ci gündür ki, şiddətli müharibə gedir. Belə deyək, bu əslində dünya müharibə tarixində də bəlkə bir ilkdir. Çünki bu ölkələr bir-birindən çox-çox uzaqdadır və qara qüvvətlərinin müdaxiləsi yoxdur. Sırf hava qüvvətlərinin bir-biri ilə mübarizəsidir. Məsələn, bizə deyə bilərdilər ki, Amerikada Vyetnamdan neçə min kilometr uzaqda idi, amma orada qara qüvvətləri e, müdaxilə eləyirdi. Yəni torpaqda müharibə gedirdi. Burada isə sırf hava hücumlarıdır. Hava demək qüvvətləri bir-birinə mübarizə aparır. Nəticədə çox ağır zərbələr mülki əhaliyə dəyir. İsrail demək mənbələri deyirdi ki, biz mümkün qədər elə eləyirik ki, hərbi obyektləri, bir də hərbi demək yetkililəri vururuq da. Bu demək ordunun rəhbərliyi, siyasi rəhbərlik, bu alimlər, nüvə silahı ilə üzərində işləyən alimlər bizim əhali ilə, bizim İranın sırf ekonomik, iqtisadi, kommunikasiyaları ilə işimiz yoxdur. Biz əhalinə ağır vəziyyətə salmaq istəmirik. Amma reallıqda biz bunun əksini görürük də. Güneydən olan kadrları hamı gördü. Təbrizin vurulması, oradakı bir çox obyektlərin vurulması və biz təbii ki, bizi ən çox maraqlandıran soydaşlarımızın vəziyyətidir. Hazırda vəziyyət orada necədir? Elnur bəy, sizdə necə məlumatlar var? Birincisi, bu özellikle bu son neçə günün ərzində bir çox dezenformasyon, yani İsrail'in bugünkü İran'a saldırıların temelinde sivil insanlar yoktur. Yani bu savaşa çizilen yol xəritəsində en az bu günə qədər və mənim şəxsən inancıma görə ki, bu en az bir bu gedişatla bir belki 2 həftəyə yaxın daha sürəcəkdir. Ta tamamilə o altyapılar işdən düşsün. Sivil insanlar hədəf alınmayıbdır. Yəni bunu en az görə bilirik. Həm tələfat ola bilər, bu ayrı bir məsələdir. Amma bizzat sivil insanların hədəf alınması ya sivil insanların yaşadığı bölgələrin hədəf alınması bu dəqiqəyə qədər ki biz danışırıq söz konusu değil. Eğer tabii ki rejimin bir seri elebaşılarını, bir seri yüksek kadrolarını sivil insanlar saymasak. Mesela bilirsiniz İran'ın ilk gecə bu operasyon başlayanda hardasa 20'den fazla en yüksek, yani dolayısıyla sistemin özellikle ekonomi ve nizami bölümünü, yani silahlı qüvvətlərə hakim olan bölümünü hardasa illümine etdilər. Bir gecədə yox etdilər. Əlbəttə, elə oldu. Bunların bir çoxu yerlərinin içərisində, evlərində, öz yaşadıkları məkanda öldürüldülər. Bunları sivil insan kimi təbii ki dəyərləndirmək doğru olmaz. Hətta bunun ötəsi bunların yaşadıkları binalardakı digər insanları da sivil insanlar kimi dəyərləndirmək mənə elə gəlir ki, doğru olmaz. Çünki örnek unvanında səsləndirsək, Şəmxani kimin ya Səlami kimin bu sipahın eləbaşıları, sistemin bu böyük eləbaşıları, bunların yaşadıkları göydələnlərdə, binalarda, evlərdə, bunların çevrəsində belə sıradan insanlar gedib ev ala bilməz. Hələ qalsın ki... Ola bilməz, hə? Şəmxani dediğiniz Şəmxani admiral idi də. Yəni tabii ki. Özellikle çok o güvenlik İran'ın o güvenlik şurasının sədri olubdur.
nüvə danışıqları ilə bağlı bir çox məsuliyyətləri olubdur. Bu insanın yaşadığı Göydələndə sizin ya hər hansı bir sivil insanın maddi varlığından asılı olmayaraq gedib onun yaşadığı binanın alt qatında ya üst qatında ev alması, onunla yaşayıb qonşu olması söz konusu belə ola bilməz. O yüzden və digər saldırılara biz baxdığımızda, mesela mən buna özellikle toxunmaq istəyirəm. Bugün bir seri bizim bir dolayısıyla bir propaganda gedir. Propaganda gedir. Gedir. Türkiye'den de dolayısıyla bu pompalanır. Birçok kuzeyden de zaman zaman buna şahit oluruz ki Təbrizi vurdular. BBC-nin reportajı var idi. Güya ki və bu Təbrizi vurdular havası əstiriləndə güya ki mesela Təbrizdə sivil insanları yaxud Təbrizin statusundan xəbərimiz yoxdur kimi bir hava. Yəni Təbriz müstəqil bir Azərbaycan toprağıdır. Orada sivil insanları ya altyapıları İsrail gəldi vurdu. Bir halda ki Təbrizin statusu hamımıza aydındır. Təbriz bir müstəmləkədir, bir istismar altında olan, işgal altında olan tarixi Azərbaycanın baş kəndidir. Biz unuduruq, haradasa bir il belə olmadı. Təbrizdən qalxan füzələr İsraili vururdular. Diqqətinizi çəkirəm. Təbrizdən qalxan füzələr İsraili vururdular. Və həmin o füzə bazalarıyla, dolayısıyla təsisləri zaman zaman İran Fars terrorçu rejimi bizim Bakıya hədələmələr, təhdidlər, şantajlar aparırdı ki, istədiyimiz zaman sizi vurarıq. Həman Təbrizdən. İsrail bu son saldırılardan neynədi? Gəldi o məkanları vurdu. Dolayısıyla Təbrizdə rejimin o füzə ambarlarını, istasyonlarını, dolayısıyla hamısını vurdu, yerlə bir etdi. Buna mən anlayamıram. Buna niyə gərək biz narahat olaq? Onu bu günə qədər çözmüş deyiləm. İstər quzeylisi olsun, istər güneylisi olsun. Dolayısıyla hakimiyyətin Təbrizdə özellikle o nizami qolları, o silahlı quvvar, o qaba gücünün zəifləməsi bizim haqlarımızı, hüquqlarımızı istəməmizi gür səslə dilə gətirməmizə açılan bir yoldur. Biz bəzən unuturuq, Elmir müəllim, 2006'da bilirsiniz, Azərbaycan şəhərlərində bir karikatur nəticəsində bir ayaqlanmalar oldu. Mən çox yaxşı xatırlaram. Çox təhqir edildi. Bunlar, düşünün, bizi həm mediada, qazetələrində, televizyonlarında təhqirdən sonra etirazları sivil insanları, baxınız, altını çizirəm, sivil insanlar, yəni əllərində belə bir daş olmayan insanlar çıxdılar, söyləmləri ilə etirazlarını göstərməyə başladılar. Hətta Təbrizin ya Güney Azərbaycanın öz içindəki pastarları deyil, Tehrandan, Yazdidən, Şirazdan gətirilən sipahın terrorçu qüvvələri də gəldilər, başda Təbriz olmaq üzrə Güney Azərbaycanın bütün şəhərlərində sivil ayaqlanmaları ən qorxunc şəkildə bastırdılar. Nə qədər insanlarımız canlarından oldu, sağlıqlarından oldu, gözlərindən oldu. Və bunlar yetməmiş kimin axşamı gəldilər, silahlarını bu cür qaldırdılar, Təbrizin o xiyavanlarında göyə və farsça slogan atdılar. Ki xəstəs, düşmən, kim yorğundur, düşmən. Yəni dolayısıyla bir də həyasızcasına bizə meydan oxudular. Yəni dedilər ki, biz gəldik, sizin sivil insanlarınızı silahımızla əzərik, sizi təhqir eləyərik və siz də heç bir iş görə bilməzsiniz. Biz bəzən bunları unuduruq ki, oradakı hakimiyyətin dolayısıyla silahlı qüvvələri bizi kontrol etmək üçün oradadırlar. Bizə hizmət vermək üçün orada deyirlər.
Bu baxış açısından yola çıxaraq, sözü uzatmayım, bu baxış açısından yola çıxaraq, bu faktları nəzərdə tutaraq, yox, mən şəxsən öz məsuliyyətimlə, mənim baxış açımdan ən az bu günə qədər İsrailin sivilləri vurduğunu qəbul etmirəm. Bu baxış açısında doğru görmürəm. Təbrizdə bu günə qədər bir cümlədə xülasə eləsək, sivil insanlar hədəf tutulmayıblar. Buyurun, söz sizdə. Əgər elədirsə çox gözəl, amma istənilən halda əhali də əziyyət çəkir. Əlbəttə ki, bu Təbii ki. sözün həqiqi mənasında özdəki Təbii ki. müstəsna bir Təbii. məsələdir. Təəssüflər olsun. Bu Elm müəllim, bu bizim istədiyimiz təbii ki deyil. Amma bu qaçınılmazdır. İran hakimiyyəti ideolojik bir hakimiyyətdir. Həm də ideolojik olaraq iflasa uğramış bir sistemdir. Biz belə bir sistemdən bəhs edirik. Gərici bir ideoloji, çox çağdaşlıq və modernitə ilə uyum sağlayamadığı kimin hətta onlara bu baxış açılarına qarşı olan bir ideolojidur. Və zaman içərisində bu qısa ömründə 40 neçə ildə, 46 ildə iflasa uğradı. Öz içindən hətta. Ya, siz buraxın o rejimi sevməyən, rejim ilə birlikdə hərəkət etməyən mötəriz sıradan insanları. Rejim sistem öz içərisində belə iflasa uğradır. Bugün əgər bir devlətin, bir hakimiyyətin bütün yüksək kadroları, icraî qüvvəsi bir gecədə yox edilirsə, bu onu göstərir ki, bu sistem hər şeydən öncə, yəni İsrailin gücündən ziyadə, Musadın gücündən ziyadə bu sistem öz içində iflasa uğrayıbdır. Yoxsa Yeri gəlmiş Elnur bəy, sözünüzü buyurun. kəsməyim, amma bu məqam çox diqqət edici məqamdır. Yəni birinci gün biz yuxudan oyanıb eşitdik bunu ki, İsrail dövləti həm havadan, həm də daxilindən İranın hücumu başlayıb və nəticədə dövlətin çox yüksək mərtəbədə olan yetkililəri məhv edilib. Yəni bu qədər adamın öz yatdığı mənzilə kimi dəqiq bilməsi, yəni hansısa kəşfiyyatın bu mümkün olan, yəni bilmirəm, mən uzağam belə işlərdən, amma bu çox çətin bir işlər halda. Biz belə başa düşürük bunu. Yəni bunun yeganə bir açması bizim kimi, yəni sivil insanlar üçün budur ki, İran rəhbərliyinin, bilmirəm, daxilində müxalif qruplar var. Bəlkə liberal kəsim deyək ona, bəlkə başqa bir kəsim, islahatçı kəsim deyək. Çünki ola bilməz ki, xarici bir dövlət, demək, başqasının, özdəki İran kimi ideoloji bir dövlətin içərisində bütün sirləri bilsin. Az qala bir adamın, tutaq ki, həmin o adını çəkdiyi Şəmxainin, admiralın yataq otağına kimi və yaxud fizika aliminin evinin, mənzilinin divarına kimi hər şeyi bilməsi, bu mümkün olan şey deyil. Bu elə olmur. Yəni, belə bir nəticəyə gələ bilərikmi ki, İran dövlətinin daxilində bir neçə qübbə var? 100%. Əlbəttə ki, dikkat etseniz biraz önce sistemin hakimiyete geldikten çok kısa bir süre ideolojik olarak iflasa uğrama sürecinin başlamasından söz ettik. Bir ideolojiden, bir hakimiyetten söz ettik ki ideolojik olarak iflasa uğrayıbdır. Bunlar hamısı, bu biraz önce vurguladığınız məqamlar hamısı bunun göstəricəsidir. Bunun nişanələridir ki, sistem öz içindən iflasa uğrayıbdır. Yoxsa vurguladığınız çox doğrudur. Dünyanın heç bir yerində belə bir imkan yoxdur. Baxınız, İranın geçmiş Vizarət İttilat, yəni kəşfiyyat orqanının vəziri, baxanı, naziri dolayısıyla Ali Yunisi adında bir malla, yanlış değilsem 3 il bundan qabaq bir çıxışında ələnən bu mövzuya toxundu ki, İsrailin, özellikle İsrailin, unutmayın, İran istihbarat örgütləri, İran biyokrasisi ajanlar ortamıdır. Bunların bir qismi gələneksel olarak Britaniyanın çox hər zaman güclü bir nüfuzu olubdur.
küresəlcilərin sistemin içərisində çox ciddi bir şəkildə nüfuzları var, ajanları var, yetişdirdikləri kadrolar var, aldıqları, devşirdikləri kadrolar var. Bunları bir kənara qoyduğumuzda İsrailin nüfuzu bu son bir çoxlarına görə belə deyim, İran tarixi ilə 1388 tarixindən sonra o yeşil hərəkat dönəmindən sonra Hərəkət-i səbzə deyirdilər ona. Əlbəttə. yeşil hərəkat, bəli. Yaşıl hərəkət. Dolayısıyla ondan o dönəm Sipahın ittilatı ilə Vizarət-i İttilatın çatışmaları zirvəyə ulaşdı. Və Xameneinin tərəfi dolayısıyla o Vizarət İttilata tam hakimiyyətini sağlaya bilmədiyi üçün, çünki Vizarət İttilatı çox qarmaşıq bir yapıdır və orada bir çox ölkələrin güc dəngələrinin ciddi şəkildə nüfuzu var. Bunlar bu əsnada gətirib Sipahın ittilatını dolayısıyla hər şeydən öncə Vizarət-i İttilata qarşı gücləndirməyə başladılar. O əsnada, bu yaranan boşluqda İsrail çox gözəl başardı ki, o boşluqda, o dönəmdə bir çox elemanlarını özəlliklə Sipahın ittilatının içərisinə yerləşdirə. Ki, bunun təcəllisi də biraz öncə vurğuladığım kimi İranın geçmiş Cumhurbaşqanlığı görəvini aparmış Əhmədinecadın açıqlamalarını, Əliyə Yunesi İranın geçmiş kəşfiyyat yaxud Vizarət-i İttilatın baxanının söyləmlərini, açıqlamalarını göz önümüzdə tutduğumuzda bu aynən sizin də vurğuladığınız kimi onu göstərir ki, İsrail çox ciddi bir şəkildə sistemin içərisində nüfuz eləyibdir. Çox həssas yerlərdə adamları var. İndi bunların bəzisini alıbdır, bəzisini devşiribdir. O metodlar fərqli ola bilər. Ancaq fakt budur ki, İsrail sistemin içərisində çox güclü bir şəkildə nüfuz eləyib, o qədər nüfuz eləyib ki, devlətin icraî kadrosunun harda olduğunu, harda yediyini, harda yattığını çox rahatlıqla təsbit edib və istədiyi zaman onları qaldırır. Yunesi buna 3 il bundan qabaq, Əhmədinecad illər öncə buna etiraf etdi ki, istihbaratın İsrail masasının, kəşfiyyat orqanının İsrail masasının başqanı, komutanı özü İsrail ajanı çıxır. Yaxud Əliyə Yunesi gəldi, dedi ki, ələnən sistemin bütün yöneticilərinə xitabən dedi ki, yeri var ki, İran İslam Cumhuriyyətinin yöneticilərinin hamısı niyaran qalsınlar, tədirgin qalsınlar İsrailin bu nüfuzundan. Çünki heç birimiz əmniyyətdə dəyirik. Bu nüfuzu doğru görüb, doğru dəyərləndirdiyimizdə İsrail istədiyi zaman, istədiyi yerdə bizim hər hansımızı öldürə bilər. Yaxşı, əgər doğrudan da belədirsə və bugün xəbərlər yayıldı ki, Trump hələlik tam dəqiq yox, amma hər halda Amerikanın bu cərəyana, bu işə qoşula biləcəyini dilə gətirib. Siz necə düşünürsünüz Elnur bəy? Əgər bu qədər dərindən kəşfiyyat işləyibsə ki, bu hakimiyyətin müxtəlif qübbələrinə, İran rejiminin bu müharibənin nəticəsində yenə bilməsi şansı varmı? Başa düşürəm. Hipotetik sualdır bu. Amma İran rejimini çökə bilərmi sizcə birbaşa? Mütləq. Plan odur zaten. Mütləq. Yəni Trump'ın qətiyyən Trump'ın gətirilməsi bu istiqamətdə idi. Diqqətinizi çəkirəm. Trump seçilmədi ya gəlmədi. Trump gətirildi. O özəlliklə Orta Doğuya verilməsi istənilən düzənin memarı kimi Trump o görəvə gətirilibdir. İran hakimiyyəti vurula. Bu yeni bir məsələ deyil. Bunu biz dostlarla Trump gəlmədən öncə belə bu savaşın qaçınılmaz olduğunu, hətta zaman-zaman dostlarla danışdığımızda görünməyən bir
İranla İsrail'in kaçınılmaz olan savaşını dolayısıyla yaklaştırmaya çalışırlar. Bunlar görünen bir mevzular idi ki bu savaş olacaktır. İndi bugün 2 ay sonra, 3 ay sonra, 5 ay sonra siyasetle uğraşan, bu meselelerle uğraşan bütün yoldaşlar hamı bilirdi ki bu baş tutacaktır. İndi ise bu saatten sonra İran rejiminin kurtulma imkanı yoktur. Yani Yoxdur. sadə bir dildə desək, Xameneyi müzakirəyə getsə də, Hı hı. getməsə də onun üçün oyun bitmişdir. Yəni Aha. ya sistemin öz içindən dolayısıyla etkisiz halə gətiriləcəkdir, ya da qarşı tərəf istər İsrail olsun, istər Amerikası olsun, bunların saldırıları nəticəsində etkisiz halə gələcək. Və diqqətinizi çəkərəm. Bu illər içərisində dolayısıyla İran sisteminin içərisində Xamneyə bir canişin, Xamneydən sonra kim ola bilər bir buraxın toplumu, bütün toplum o qədər önəm ərz etmir, önəm daşımır İranda. Sistemin öz içində məşru bir şəxs gətirənmədilər, yetişdirənmədilər. Bir seri təşəbbüslər oldu ki, o təşəbbüslərə qarşı da ciddi təxribat kompaniyaları veya ifşa kompaniyaları başladı ki, dolayısıyla o deyərlər doğulmadan boğuldu. Ona görə İranın gələcəkdə mənim baxış açımla, mənim inancıma görə sistemi dəyişəcək. Yaxın zaman içərisində indi o nə qədər sürər, onu zaman göstərəcək, birlikdə görəcəyik. Amma inanıram ki, İranda sistem tamamilə dəyişəcəkdir və fərqli bir boyuta keçəcək. Bu İrandan ziyadə Orta Doğu ilə bağlı olan bir məsələdir. Orta Doğuda sizin də vaqif olduğunuz kimi güc dəngəsi olmayıbdır. Güc dəngələri olub ki, bunların o gəlgitləri dolayısıyla o sorunlara belə hətta səbəb olub zaman içərisində. Və Avropanın bugünkü durumunu nəzərdə tutduğumuzda Avropa bir durumda deyil ki, eləyə bilər hər hansı bir ciddi göç dalğasını tekrardan idarə eləyə, yaxud hər hansı bir kaosun cinə mərkəzində qərar tapa. O yüzden mən inanıram ki, İranda gedişat çox fərqli olacaqdır. Məsələlər çox fərqli olacaqdır. Bir çox propagandaya rağmen də mən inanıram ki, qısa bir süre içərisində İranın içərisində o istədikləri düzənin təməllərini atmağa başlayacaqlar. Buradan məntiqi bir sual çıxır. Buyurun. Əgər bu rejimin fatihəsi oxunubsa, çökəcəksə, o zaman onun yerinə nə gələ bilər və o zaman Güneylləri nə gözləyir? Güneylilər buna hazırdırlarmı? Biz Məsələn, bundan öncəki misallara baxaq. Allah göstərməsin əlbəttə, hər halda, amma gözümüz önündə baş verdi. İraqda Səddamı devirdilər 2003-cü ildə, yadınızdadır bu. İndiyə kimi İraqda xaosdur. Deyək ki, İraq dövləti artıq stabilləşib, yox. 20 ildən çox zaman keçib o dövrdən. İraq faktiki parçalanmış vəziyyətdədir. Bilirsiniz, şimalında Kürd muxtariyyəti var. Cənubunda şiələr bir növ tabe olmur mərkəzi hakimiyyətə. Mərkəzi Bağdad da ki, demək olar ki, iqtidarsız bir durumdadır. Eynisi Suriyada görə bilərik. Çox dəhşətli vəziyyətdir. Əlbəttə, mən istəmərəm bu İranda baş versin, çünki oradakı soydaşlarımıza çox ağır olar. Amma belə deyək də, Güney, bizim soydaşlarımız bu dəyişikliklərə hazırdırlarmı sizcə? Siz necə düşünürsünüz? Təxmini, əlbəttə, təxmini. Təəssüflər olsun ki, biz siyasi olaraq, təşkilatı olaraq bu bir həqiqətdir. Buna hazır deyilik. Bu bir faktdır. Ancaq bu bizim bu kimi doktrinlər, bu kimi proseslər kimin hazır olub, kimin hazır olmadığından asılı olmayaraq baş tutur. İndi biz geçmişdə də bir çox səbəblərdən dolayı zəflər, göstərdiyimiz zəflər və s. bu özlüyündə bir tartışma konusudur, mevzusudur. Gəlsən, niyə Güney Azərbaycan Milli Azadlıq Hərəkatı
bugünkü durumdadır. Niyə biz eləyə bilməmişik o alt yapımızı, o çərçivəmizi, o qərar alma mərkəzimizi, o headquarter, bunlar, bu əsasi ehtiyaclar ki, bir milli hərəkatın sərxlərinin işləməsi, yola düşməsini sağlaya biz onları başara bilməmişik. Bu öz-özlüyündə ayrı bir mövzudur, amma yenə də öz baxış açımı təbii ki paylaşım. Mənim baxış açımdan, çünki çox fərqli baxış açıları var. Bunu o yüzden deyirəm, mənim baxış açım. Bir çox fərqli baxış açıları var. Hətta bugün diqqət etsəz, bu Batı Azərbaycanla, yəni Güney Azərbaycanın batısı dolayısıyla Xoy, Maku, Sulduz, Qoşaçay və vesairə də dolayısıyla Batı Azərbaycanda belə bir propagandalar, reklamlar zaman zaman dolaşır ki, PKK yaxud PKK'nın İran qolu adlanan PEJAK bəyaniyyə veribdir, yaxud hazırdır, gözləyirlər ki, dolayısıyla Batı Azərbaycana girsinlər, bizim torpaqları işğal etsinlər və vesairə. Bunlar hamısı gedir. Bunların bir qismi dolayısıyla bir məntiq çərçivəsindən baxdığımızda İran'a da, İran hakimiyyətinin də işinə gələr. O, dolayısıyla bu metodu illərdən bəridir, işlədibdir bu hakimiyyət. Dolayısıyla zaman zaman bizi Kürdlə təhdid etməsi, qorxutması, zaman zaman Kürdləri bizlə, Türklərlə təhdid etməsi və vesairə də bu oyunları siz özünüz çox yaxşı bilərsiniz. Siz həm Sovet dönəmini və həm post-Soveti, yəni dolayısıyla bu mekanizmanın o necə çalışdığını siz bilərsiniz. Amma həqiqət mən elə gəlir ki, o şəkildə də ki, bugün bizlərə impoz edilmək istənilir, o cür deyil. Niyə deyil? Çünki mən şəxsən inanıram ki, Batı Azərbaycan nə qədər ki bizim məsələmizdir, yəni Güney Azərbaycanın məsələsidir, Güney Azərbaycanın toprağıdır, bizim vətənimizin bir parçasıdır və hər nə olursa olsun oranı biz canımız bahasına savunmalıyıq. Aynı zamanda da Batı Azərbaycan Türkiyənin məsələsidir. Batı Azərbaycan Bakının, Quzey Azərbaycan hakimiyyətinin, devlətinin, devlətçiliyinin məsələsidir. Çünki Batı Azərbaycan gedərsə, Diyarbakır çoxdan getmişdir deməkdir. Və ondan sonra biz İstanbul'un statusunu masa üstündə olmasına şahid olduq. Yəni dolayısıyla Serv məsələsi. Yaxud Batı Azərbaycan əgər gedərsə, Naxçıvanın çoxdan getməsi deməkdir. Və uzun sözün qıssası bu bizim yəni Türk topluluqlarının, Türk millətinin ülkələr çərçivəsində yox olması demək olar ki, şəxsən buna mən inanıram ki, bu yol verilməz bir məsələdir. Bunu istər Ankarası, istər Bakısı görürlər. Bu Orta Doğuda olan dəyişikliklərin böyük bir parçası elə Türkiyə özüdür. Yəni biz bunu Suriye'də də şahid olduq. Suriye'nin dolayısıyla bugün Türkiyəyə təslim edilməsi bu hamımıza aydındır. NATO qərargahlarında bu qərar alınıbdır. NATO üslərində bu qərar alınıbdır və dolayısıyla Türkiyə görevləndirilibdir. Orta Doğuya bir yeni dizayn verilir. Bu dizaynda Türkiyənin yeri müşəxxəsdir. Görünən siyasətlərə, o müxalif səsləri bir kənara qoyduğumuzda, mediada bir seri propagandaları bir kənara qoyduğumuzda, o real siyasət ki bugün cərəyan edir. İstər Türkiyənin içində, istər Orta Doğuda bir çox digər ölkədə biz buna şahid oluruq ki, dolayısıyla bu işin birbaşı Türkiyədir. Və İran məsələsinə yenə gəldiyimizdə ki, Orta Doğunun dışında deyil, tam əksinə Orta Doğunun bir parçasıdır, bir məsələsidir. Mən şəxsən bu qənaətdəyəm ki, o format ki, bugün Suriye'də devam edir, Əraqda devam edir, onun bir şəkli də İranda baş tutmağa başlayacaqdır. Yəni dolayısıyla bir federal sistemlərin yaranması və bu zaman içərisində bunun genişlənilməsi, sınırların qaldırılması, yəni buna bənzər bir dolayısıyla bir xəritə, bir sistem, bir düzən
Orta Doğuya öngörülür. Burada diqqətli olmaq gərəkirmi? Burada oyanıq olmaq gərəkirmi? Burada o qırmızı çizgiləri çox ciddi bir şəkildə savunma xətlərinin oluşması gərəkirmi? Bunlar hamısı gərəkilən, dolayısıyla hazırlıqlı olmağımız gərəkən konulardılar. Amma o iki deyək, yox, buradakı gedişat tamamilə bizim əleyhimizədir. Biz də istəyirik bu hakimiyyətin yanında yer alaq ki, özümüzü qurtaraq. Mənə elə gəlir ki, bu çox böyük səhv, çox böyük bir stratejik bir xəta olar. Çünki İran hakimiyyətinin ömrü, siyasi ömrü bitibdir. İran hakimiyyəti hər halükarda istər öz içində, istər dışarıdan şəkil dəyişdirmə məcburiyyətindədir. Ayrı bir şansı yoxdur. Söz sizdə. Minnətdaram Elnur bəy. Çox Estağfurullah. etraflı danışdınız. Yəni İran hakimiyyətinin siyasi ömrü bitmişdir. Demək, İranın federallaşmasına yol açılacaqdır. Belə başa düşdüm sizin sözlərdən. İstənilən halda minnətdaram sizə. Biz bu hadisələri diqqətlə izləyirik. Hamı da çox gərgindir, bilirəm. Bütün Kuzey Azərbaycanda, Güneydə, Türkiyədə. Xalqımıza dözüm, təpər arzu edirəm. Ümid edirəm bu işlər bizim üçün müsbət sonluqla bitəcək. İstənilən halda Azərbaycan gərək bu işlərə hazırlıqlı olsun. Bütün xalqımızı nəzərdə tuturam. Cənublu və şimallı bir yerdə. Aynen. Bu bizim gələcək məsələmizdir. Mən bir qısa buna da toxunum, ondan sonra təbii ki, söz sizdədir. Bu bizim gələcək məsələmizdir. Bu bizim var olub yox olma məsələmizdir. Və bu nədəndən dolayı da həm diqqətli olmalıyıq və özəlliklə Güney Azərbaycanlılar, bizlər bir an öncə o çərçuvalar ki, geçmişdə yaralda bilməmişik. Hər hansı bir dəlildən, hər hansı bir nədən, səbəbdən dolayı orasına bu gün toxunmağın bir anlamı yoxdur. Ən az mən belə düşünürəm. Ancaq bu gündən etibarən mənə elə gəlir ki, biz ciddi şəkildə bu özəlliklə təşkilatlanma məsələsi ilə bağlı, mərkəzi qərar alma məsələsi ilə bağlı ciddi addımlar atmalıyıq. Bu addımları atma məcburiyyətindəyik əslində, daha doğru desəm. Və dilərim ki, yaxın günlərdə, yaxın müddət zaman içərisində də buna şahid olmaq. Buyurun. İnşallah. Minnətdaram Elnur bəy. Biz görüşəcəyik inşallah, davam edəcəyik. Məşq olsun. Sağ olun, sağ olun. Siz sağ olun. Ayırdığınız zaman üçündə, dəvətin üstündə mən təşəkkür edirəm. Hər vaxtınız xeyrə qalsın. Çox sağ olun. Sağ olun.